Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bugün yenə söz verdiyimiz kimi testimin Dövlət İmtahan Mərkəzinin test toplusunun birinci hissəsinə yer alan yerin yaranması və inkişafı litosfer bölməsinin ikinci mövzusu ilə bağlı yerin daxili quruluşu, yer qabığını təşkil edən süxur və minerallar mövzusuna aid sualların izahını mən aslamazlı diqqətinizə çatdırmağa çalışacağam. Sizlərdən xahişim təbii ki, bizim kanalımızı izləməyiniz və paylaşılan videoları təbii ki, daha çox insanın faydalanması üçün paylaşmağınızdır. Gəlin suallara keçid edək. Deməli belə, yoldaşlar, mövzuda bizə qeyd olunur. Deməli, yerin daxili quruluşu, yer qabığını təşkil edən süxur və minerallar mövzusu birinci test tapşırığı. Yoldaşlar, sualda bizə deyir ki, maqmatik süxurlar yaranırlar. Maqma bildiyiniz kimi yerin daxilində yüksək təzyiq və temperatur şəraitində ərinti halında olan kütlədir ki, bu kütlə təbii ki, vulkanizm proseslərinin olduğu fəal seismik bölgələrdə, yəni geosinkronal ərazilərdə tektonik zatlar boyu yer səthinə doğru püskürməyə başlayır. Yəni, maqmanın yer qabığında, yəni daxildə qalaraq buna biz deyəcək intruziv süxur, intruziv və ya səthə çıxaraq biz buna deyəcək effuziv maqmatik süxurlar. Yəni, doğru cavabımız A bəndi hesab olundu. Yəni, maqmanın yer qabığında və ya səthdə soyulması nəticəsində yaranır. Təbii ki, budur. Üzvü maddələrin daşlaşması nəticəsində bu çökmə süxurlardır. Yüksək temperatur təzyiq altında süxurların dəyişilməsi ilə bu metamorfik süxurlardır. Süxurların aşınaraq okeanlarda və quruda çökməsi nəticəsində bu çökmə süxurlardır. Suda müxtəlif kimyəvi maddə həll olması nəticəsində çökmə süxurlara məxsus kimyəvi süxurlar hesab olunurdu. Bunlar hansı ki, suda həll olan əhəng daşı, təbaşir, dolomit, gips və s. misal göstərmək olur. İkinci test tapşırığına nəzər yetiririk. Sualda bizə qeyd edir ki, yoldaşlar, süxurların nisbi yaşı necə müəyyən edilir? Bilirsiniz ki, geoloji dövrə aid olan süxurların yaşına nəzər yetirsək, onların iki cür yaşı tapılırdı. Bir, süxur laylarının yatımı, yəni belə deyim, süxur laylarına görə onların nisbi yaşı, radioaktiv maddələrin parçalanma müddətinə görə isə laboratoriya şəraitində mütləq yaş təyin edilirdi. Yəni, nisbi yaş səthdə yatan süxurun cavan, altda yatan süxurun qədim olduğunu göstərirdi və dəqiqlik tələb etməyən hesablama işlərində istifadə olunurdu. Doğru cavab belə olacaq. Deməli, süxurların yatım ardıcıllığına və daşlaşmış bitki və heyvan qalıqlarına görə, yəni D bəndi düzgün cavabdır. Yoldaşlar, süxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə isə bu hesab olunacaq. Təbii ki, mütləq yaş bu sizi çaşdırmasın. Üçüncü test tapşırığı. Karst proseslərinin intensiv inkişaf etdiyi süxurlar bildiyiniz kimi karst prosesi yeraltı suların fəaliyyətidir. Əlbəttə ki, suda həll olan süxurlarda, yəni kimyəvi mənşəli çökmə süxurlarda karst prosesləri intensiv gedir. A variantında qum qırıntı mənşəlidir, daş kömür çökmə süxurdur, yanar faydalı qazıntıdır. B bəndi əhəng daşı, gips, bəli, bunlar suda həll olandır və karst prosesi intensiv gedir. B variantı doğrudur. Bazalt burada maqmatik süxurdur, olmaz. Qum qırıntı mənşəlidir, olmaz. Burada kvarsit təbii ki, olmaz. Y variantında da qranit maqmatik süxurdur. Kvarsit bildiyiniz kimi qum daşı kvarsitə çevrilirdi, metamorfik süxur idi. Ona görə də doğru cavabımız qaldı B bəndi. Növbəti test tapşırığına nəzər yetiririk. Yoldaşlar, dördüncü sual belədir. Maqmatizm nədir? Deməli, maqmanın yer daxilində soyuyub metamorfizləşməsi, yəni çevrilməsi deməkdir. Bu maqmatizm prosesi deyil. Nüvənin birbaşa yer səthinə çıxması belə bir hadisə ola bilməz. Yer səthində ani titrəyiş əks etdirən proses bu zəlzələdir. Dağların endogen qüvvənin təsiri yenidən qalxması, bu yenidən fəallaşmış dağlardır. Tian-Şan, Altay-San və təbii ki, dağları. Amma Y variantı maqmanın yer səthinə doğru hərəkəti ilə bağlı proseslərin cəminə maqmatizm və ya vulkanizm deyilirdi. Doğru cavab Y bəndi hesab edildi. Beşinci suala biz nəzər yetiririk. Sual belədir. Qeyri-üzvü çökmə süxurlara aiddir. Yoldaşlar, çökmə süxurlar iki əsas qrupa bölünürdü. Üzvü və qeyri-üzvü. Üzvü süxurlar yanma qabiliyyəti olan əsasən bitki və heyvan qalıqlarından törəyənləri idi. Qeyri-üzvülər isə özü iki yerə bölünürdü. Qırıntı mənşəli çökmə süxurlar, bunlara qum, gil, çınqıl və çay daşı və
Kimyəvi mənşəlilər əhəngdaşı, təbaşir, dolomit və cips. Doğru cavab verilənlər arasında təbii ki, diqqətlə baxsaq, A variantında daş kömür yanar faydalı qazıntıdır. B bəndində torf yanlışdır. Almaz təbii ki, bildiyiniz kimi metamorfik suxurdur. Təbii ki, D bəndində siz neft ata bilərsiniz. Y variantda torfu və qonur kömürü atdıqda cavab cips, kimyəvi mənşəli qeyri-üzvü suxur. Xorək duzu kimyəvi mənşəli qeyri-üzvü suxur və gillə çınqıl qırıntı mənşəli qeyri-üzvü suxur hesab olunur. Doğru cavab 5-də təbii ki, C bəndi hesab edildi. 6-cı suala biz nəzər yetiririk. Sual belədir. Kimyəvi mənşəli çökmə suxurlara aiddir. Təbii ki, burada biz suda həll olan suxurları götürəcəyik. A variantda torf yanlışdır təbii ki. B-də neft və təbii qaz bunlar üzvü mənşəli çökmə suxurlardır. C-də dəmir filizi maqmatik suxurdur. Mis maqmatik mənşəli faydalı qazıntıdır. Mərmər metamorfikdir. Kvarsit metamorfikdir. Doğru cavab kalium və xorək duzu cips hesab edildi. Yəni Y bəndi. 7-ci test tapşırığı sadə bir sualdır. Qırıntı mənşəli çökmə suxurlara aiddir. Bayaq saydığımız kimi qum, gil, çınqıl və çaydaşı hesab olunur. Doğru cavab çaydaşı, qum, gil, çınqıl, yəni Y bəndidir. A bəndində qranit maqmatikdir, mərmər metamorfikdir. Təbii ki, təbaşir kimyəvi mənşəli suxurdur. B-də əhəngdaşı kimyəvi mənşəlidir. C-də siz bilirsiniz ki, tuf maqmatik suxurdur. Qneys metamorfik suxurdur. Torf üzvü mənşəli suxurdur. D-də əlbəttə ki, burada torf üzvüdür. Kvarsit metamorfikdir. Ona görə də cavabımız Y bəndi hesab edildi. 8-ci sual. Çökmə mənşəli faydalı qazıntılar bildiyiniz kimi çökmə mənşəli faydalı qazıntılar dedikdə bunlar özləri üzvü və qeyri-üzvü olaraq bölündü. Qeyri-üzvlər də öz növbəsində qırıntı və kimyəvi olaraq bölündü. Siz burada filiz faydalı qazıntıları, yəni maqmatik mənşəli faydalı qazıntıları atsaz, cavabı tapa bilərsiniz. A-da mis və dəmiri atırsınız. B-də yenə dəmir filizi getdi. C-də metal filizləri getdi, qneys getdi, bilirsiniz ki, metamorfik suxurdur. D-də alunit, əlvan metaldır. Pemza vulkanik suxurdur, yanar şist doğrudur, amma doğru cavabımız Y variantıdır. Neft, əhəngdaşı və fosforit. Cavab Y bəndi hesab edildi. 9-cu test tapşırığına nəzər yetiririk. Sual belədir. Üzvi mənşəli faydalı qazıntılar dedikdə yanma qabiliyyəti olanları siz asanlıqla seçə bilərsiniz. A variantında diqqətlə baxsaz burada mərmər, metamorfik və boksit maqmatik mənşəli faydalı qazıntıdır. B variantında siz qranitin maqmatik olduğunu bilirsiniz. Təbii ki, C bəndi neft, daş kömür, torf, yanar şist bunlar yanma qabiliyyətinə malikdir. Bitki və heyvan qalıqlarının çürüməsindən yaranan üzvü mənşəli faydalı qazıntılardır. D-də mis yanlışdır, maqmatik, kvarsit metamorfikdir. Y variantında qneys metamorfik və nikel metal filizlərdir. Yoldaşlar, 10-cu sual sadə test tapşırığıdır. Qeyri-filiz faydalı qazıntıları soruşur bizdən. Yəni, metalları siz ata bilərsiniz. A-da alunit getdi, C-də molibden və wolfram getdi, D-də qızıl getdi, Y-də də qalay və molibden getdi. Düzgün cavabımız əhəngdaşı, duz və gipsdir, yəni B bəndi hesab edildi. 11-ci suala baxırıq. Okean tipli yer qabığının maksimal qalınlığı müşahidə olunur. Yoldaşlar, okean tipli yer qabığının əsas relyef formaları abissal düzənliklər, bunlara okean yataqları deyilir. Abissal düzənliklərlə materik yer qabığının toqquşma sərhəddində dərin uzun sovçökəkliklər novlardır. Bu novlar okean yer qabığının ən nazik yerləridir. Okean yer qabığının daxilindəki digər relyef formaları tavaların divergent sərhəddində meydana gələn orta okean dağ silsiləridir ki, bunlar okeanlarda daha hündürə qalxırlar. Hətta bəzən yadınıza gəlirsə biz mövzularımızda da biz dəfələrlə bunu vurğulamışıq. Divergent proses zamanı vulkanizm prosesləri həddən artıq güclü olarsa və vulkanlar püskürərək okean səthinə çıxarsa vulkanik mənşəli adalar yaradırdılar. Hansı ki, bunlar orta okean sıra dağlarının zirvələri hesab olunurdu. Yəni, okean yer qabığının, sırf okean yer qabığının ən qalın yerləri desə, abissal düzənliklərdən başlayaraq okeanın səthinə doğru qalxa bilən orta okean sıra dağları okean yer qabığının maksimal qalınlığını yaradacaqlar. Çünki okean yer qabığının özündə təbii ki, bazda qranit qatı mövcud olmur. Orta okean yer qabığının son relyef forması isə orta okean sıra dağları arasındakı rift dərələri hesab edilirdi. Burada bizim doğru cavabımız olacaq. Əlbəttə ki, orta okean dağ silsilələri, yəni 11-ci test tapşırığında variant D bəndi hesab edildi. Növbəti bir sual nümunəsinə nəzər yetiririk yoldaşlar.
okean tipli yer qabığının minimal qalınlığı müşahidə olunur. Bayaq qeyd elədim. Okean tipli yer qabığına aid olduğu novlar, abissal düzəlliklər, orta okean sıradağları və rift dərələri. Yoldaşlar, okean tipli yer qabığının minimal qalınlığı təbii ki, okean yer qabığının, materik yer qabığının altında gömülmə sərhəddə olan dar uzunsov çökəkliklərə, yəni novlara uyğun gəlir. Doğru cavab dərin okean çökəklikləri, novlar, yəni D bəndi hesab olundu 12-ci test tapşırığı. 13-cü suala nəzər yetiririk. Adaların materik mənşəli olmasını müəyyən edən əsas-amil, bilirsiniz ki, materik yer qabığında qranit qatı mövcud olmalıdır mütləq şəkildə. Doğru cavab qranit qata malik olması olacaq, yəni 13-də düzgün cavab A bəndi hesab edildi. 14-cü test tapşırığına biz nəzər yetirdik, gözəl insanlar. Faydalı qazıntı yataqlarının yerləşməsi asılıdır. Bildiyiniz kimi, faydalı qazıntılar ərazinin geoloji quruluşu və relyefindən asılı olaraq formalaşır. Ərazinin seismiklik dərəcəsi dəxli yoxdur, süxurun qalınlığı yox, ərazinin iqlimi yox, mənimsənilmə dərəcəsi yox. Əsasən ərazinin geoloji quruluşu və relyeflə bağlı olaraq formalaşır. 14-də düzgün cavab Y bəndi hesab edildi. 15-ci sual, çökmə, maqmatik və metamorfik mənşəli süxurların ardıcıl verildiyi sıranı müəyyən edin dediyi üçün müvafiq ardıcıllığa diqqət etmək lazımdır. Qum çökmədir, təbaşir də çökmədir, ona görə təbaşirə görə yandırdı. B variantına baxırıq, bazalt çökmə deyil, maqmatikdir, yandırdı. C-yə baxırıq, çay daşı çökmədir, gil maqmatik deyil, o da çökmədir, ona görə yanlışdır. D-yə baxırıq, əhəng daşı çökmədir, bazalt maqmatikdir, mərmər isə əlbəttə ki, əhəng daşının çevrilməsindən yaranan metamorfik süxurdur. Doğru cavab D bəndidir. Y-də torf təbii ki, üzvü mənşəli çökmədir, qum daşı yenə qırıntı mənşəli çökmədir, ona görə də qum daşı bu ikinci sırada maqmatik olmadı, yandırdı. Cavabımız qaldı yoldaşlar, D bəndi 15-ci test tapşırığında. 16-cı suala biz nəzər yetiririk. Sualda yenə eyni tipli bir ardıcıllıq soruşur. Müvafiq olaraq əvvəl qırıntı, sonra kimyəvi, sonra da üzvü mənşəli süxurları müəyyən edin deyir. Gəlin nəzər yetirək. Kalium duzu qırıntı yox, əsasən kimyəvidir, ona görə ardıcıllıq etdi. Çınqıl qırıntıdır, xörək duzu kimyəvidir, daş kömür isə yanma qabiliyyəti var və bitki orqanizm qalxanın sürməsinə yaranan üzvidir. Doğru cavabımız B bəndidir. Yoldaşlar, C-ni yoxlayaq. Bazalt ümumiyyətlə maqmatik süxurdur, çökmə süxura aid deyil, ona görə yanlışdır. D-də çınqıl qırıntı, gips kimyəvi, amma qum daşı özü də qırıntı mənşəlidir, üzvü mənşəli deyil deyə qum daşına görə səhv oldu variant. Mərmər özü metamorfikdir, ona görə də variant avtomatik səhvdir. Cavab 16-cı test tapşırığında B bəndi hesab edildi. 17-ci suala biz nəzər yetiririk, gözəl insanlar. Deməli, 17-də bizə metamorfik süxurların yaranmasının səbəbi soruşur. Metamorfik süxurlar yerin daxilində yüksək temperatur təzyiq altında süxurların dəyişilməsi hesabına yaranır. Əhəng daşı mərmərə, qum daşı kvarsitə, qrafit almaza, qranit qneysə, gilli şistə və kristallik şist fillitə çevrilirdi. Doğru cavab B bəndi hesab edildi. 18-ci sual. Kimyəvi çökmə süxurlar əmələ gəlir. Kimyəvi çökmə süxurlar adına uyğun suda həll olmuş maddələrin çökməsindən. Əhəng daşı, təbaşir, dolomit, gips, mergel kimi xammal ehtiyatlarından yaranır. Doğru cavab A bəndi hesab edildi 18-ci sualda. Yoldaşlar, növbəti test tapşırığına nəzər yetiririk. Sual belədir. Qədim dağlıq ərazilərdə zəngin filiz faydalı qazıntı ehtiyatlarının olmaları əlaqədardır. Məsələn, tipik nümunə versək, Ural dağları desək, bilirsiniz ki, filiz faydalı qazıntılarla zəngin bölgədir. Bunun səbəbi aşınma nəticəsində, bilirsiniz, qədim dağlarda denudasiya prosesi intensiv gedir. Kristallik adlanan alt maqmatik süxurlardan ibarət olan bünövrə səthə çıxması ilə bağlı olaraq orada əsasən filiz faydalı qazıntılar üstünlük təşkil edəcək. Vulkanizm prosesi qədim dağlarda ola bilməz. Akumulyasiya çökdürülmədir, çökmə süxurları yaradır. Qədim dağlarda qalın çökmə süxuru olmaz, çökmə süxurlarda filiz faydalı qazıntılara rast gəlinməz. Qədim dağlarda yeni tektonik təsirə daha çox məruz qalırlar, yanlışdır. Bunlarda seismik proseslər zəifdir. Yoldaşlar, növbəti sual nümunəsinə biz nəzər yetiririk. Düzgün olan ifadəni seçin deyir bizə. Gəlin baxaq.
A bəndində neft hasilatının çox hissəsi Qərbi Avropa ölkələrinin payına düşür. Yanlışdır. Bildiyiniz kimi Cənub-Qərbi Asiya regionu İran körfəzi neft hasilatına görə dünyada liderdir. Ona görə də A bəndi səhvdir. Kömür ehtiyatının əsas hissəsi Cənub yarımkürəsində yerləşmişdir. Bu fikir yanlışdır. Kömür ehtiyatının ən böyük hövzəsi Şimali Amerikada Appalaç hövzəsidir. Neft və təbii qaz, daş kömür, bunlar hamısı yanma qabiliyyəti olan üzvü mənşəli çökmə suxurlarıdır. Bunlara bərpa olunan təbii ehtiyatlardır fikri yanlışdır. Bunlar tükənən və bərpa olunmayan ehtiyatlardır. Daş kömür, neft və təbii qaz çökmə mənşəyə malikdirlər. Bəli, bitki və heyvan qalıqlarının çürüməsindən yaranırlar. Doğru cavab D bəndi hesab edildi. Yanar şistlərin ən böyük yataqları Azərbaycandadır. Bu yanlışdır. Yanar şist ehtiyatları Azərbaycan sadəcə Qobustan və İsmayıllı rayonlarında mövcuddur. Cavab oldu 20-də D bəndi. Yoldaşlar, 21-ci test tapşırığı metamorfik suxurları seçindir. Metamorfik suxurlar bildiyiniz kimi çevrilmiş suxurlardır. Qranit qneys olmalıydı, qumdaşı kvarsit olmalıydı. Bunlar yanlışdır. Mərmər doğrudur, çünki əhəng daşı mərmər olur. Bazalt yanlışdır, əhəng daşı yanlışdır. C-də qranit qneys olur, bu yanlışdır. Çay daşı yanlışdır. D-də əhəng daşı mərmər, qum daşı kvarsit, qranit qneysə çevrilir. Bəli, bunlar metamorfik suxurlardır. D bəndi düzgündür. Çay daşı yanlışdır, vulkan tufu yanlışdır. Düzgün cavabı 21-də D bəndi hesab edildi. 22-ci suala biz nəzər yetiririk yoldaşlar. Maqmatik mənşəli suxurlar. Uşaqlar, maqmatik mənşəli suxurları biz tapdıqda biz burada əsasən filiz faydalı qazıntıları da götürə bilərik. A bəndi əhəng daşı, təbaşir, gips, bunlar hamısı çökmə mənşəyə malikdir. B-də qranit, gil burada yandırdı yoldaşlar. C-də qum yandırdı. Təbii ki, D-də düzgün cavabdır. Dəmir, mis və nikel, bunlar filiz faydalı qazıntılardır və əsasən maqmatik mənşəyə malikdirlər. Y-də qneys metamorfikdir, mərmər metamorfikdir. Ona görə cavabımız 22-də D bəndi hesab edildi. 23-cü suala biz nəzər yetirsək, yer qabığında üstünlük təşkil edən suxurlar deyilsə, yer qabığı bilirsiniz ki, bazalt, qranit və çökmə suxurdan ibarətdir və yer qabığında daha qalın olan suxurlar bazalt və qranitdir. Onlar da təbii ki, maqmatik mənşəlidir. Doğru cavab B bəndi hesab edildi. 24-cü sual, filiz faydalı qazıntıların verildiyi sıranı müəyyən edin. Sırf filizləri seçməliyik. A-da əhəng daşı və gips yanlışdır. B, dəmir, mis, polimetal, bunlar filiz faydalı qazıntılardır. B düzgün cavabdır. C-də duz və yanar şist yanlışdır. D-də gips və neft yanlışdır. Y-də də xörək duzu və təbii qaz yanlışdır. Doğru cavab B bəndi hesab edildi. 25-ci biz suala nəzər yetiririk. Yoldaşlar, sxemə əsasən suxurların yatım ardıcıllığına görə nisbi yaşının azalan sırası, nisbi yaş belə idi ki, altda yatan suxur qədim, səthdə yatan suxur isə biz qeyd elədik ki, cavan hesab olunurdu. Bizə sualda suxurların nisbi yaşının azalan sırası dediyi üçün qədimdən cavana, yəni aşağıdan yuxarıya doğru düzmək lazımdır. Əvvəl gələcək kvarsit, sonra qranit, deməli 1, 2, 3 və 4 ardıcıllığı kvarsit, qranit, gil və qum. Doğru cavab A bəndi hesab edildi. Yoldaşlar, 26-cı test tapşırığı. Uyğun bəndi müəyyən edin. Maqmatik və ya çökmə suxurlar metamorfik suxura çevrilirsə, gil olur. Təbii ki, biz qeyd eləmişdik, gilli şistə çevrilir. Gilli şist. Deməli, bilirsiniz ki, qranit maqmatik suxuru çevrilir yüksək təzyiq nəticəsində qneys olur. Əhəng daşı çökmə suxuru isə çevrilərək mərmər hesab edilirdi. Doğru cavab gilli şist, qranit və mərmər. Doğru variant Y bəndi hesab edildi 26-cı test tapşırığında. 27-ci suala biz nəzər yetiririk. Yoldaşlar, suxurlarla bağlı uyğunluğu bizə müəyyən edin deyir. Kimyəvi suda həll olan qırıntı, ovuntu suxurları, üzvi suxurlar isə yanma qabiliyyəti olanlardır. Bildiyiniz kimi, verilənlərdən qum olacaq qırıntı mənşəli, deməli 1, gips olacaq kimyəvi mənşəli, yəni 2. Ardınca biz burada qeyd eləyəcəyik daş duz, yenə kimyəvi mənşəli olacaq 3. Çınqıl, qırıntı mənşəli olacaq 4. Və torfla daş kömürü yanma qabiliyyəti var olacaq 5 və 6 üzvü suxurlar 2, 3, 1, 4, 5, 6. Düzgün cavab Y bəndi hesab edildi 27-ci sualda. Növbəti test tapşırığına nəzər yetiririk. 28-ci sual. Suxurların mütləq yaşı müəyyən edilir. Bayaq bu haqda məlumat verdik. Suxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə yoldaşlar 100 qram uran 74.000 il ərzində parçalanarkən 1 qram qurğuşuna çevrilirdi. Doğru cavab B bəndi hesab edildi.
Növbəti suala biz nəzər yetiririk. 29-cu test tapşırığı. Sualda deyir ki, effuziv mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Əvvəlki testlərdə biz buna izah verdik. Vulkanın püskürməsi zamanı lavanın səthə çıxmasına effuziv, daxildə qalaraq soyuyub bərkiməsinə isə intruziv suxurlar deyilir. Yəni, effuziv səthə çıxdığı üçün cavab vulkan püskürməsi zamanı lavanın səthə çıxmasıdır. Düzgün cavab 29-da A bəndi hesab edildi. Zəlzələ baş vermən zaman suxurların parçalanmasının dəxli yoxdur. Tektonik qalxma və enmələri yanlışdır. Sürətli fiziki aşınma çökmə suxurları formalaşdırır. Maqmanın yer səthinə çatmamış soyuması intruziv mənşəli maqmatik suxurları yaradırdı. Yoldaşlar, 30-cu test tapşırığına baxaq. Cənubi Afrikanın filiz mənşəli faydalı qazıntıları ilə zəngin olmasının səbəbi bildiyiniz kimi Cənubi Afrika Respublikasıcarda faydalı qazıntılar kifayət qədər zəngindir. Burada filiz faydalı qazıntılardan söhbət gedirsə, təbii ki, yenə orada maqmatik suxurların üstünlük təşkil etməsindən danışacaq. Çünki yüksək Afrika regionudur və səthi aşınıb parçalanaraq platformanın alt özək hissəsi, kristalik bünövrəsi qalxan və sipərlərdə səthə çıxmışdır. Doğru cavab oldu C bəndi 30-cu test tapşırığında. 31-ci suala biz nəzər yetiririk, yoldaşlar. 31-də belə bir sual verir. Göstərilmiş məntəqələrin hansılarında fiziki aşınma daha zəif müşahidə olunur? Fiziki aşınma bilirsiniz ki, sutkalıq temperatur amplitudasına görə meydana gəlir. Aydın və bulutsuz havada, xüsusən də səhra iqlim şəraitinə malik bölgələrdə gündüz yer səthi intensiv qızır, gecə də kəskin soyuyur və nəticədə sutka ərzində ən isti və ən soyuq temperaturlar arasındakı fərq yüksək olur. Və biz qeyd edəcəyik ki, səhralarda fiziki aşınma intensiv gedir, amma biz səhraları açsaq, harada zəif olduğunu tapa bilərik. Çünki sualda zəif soruşur. Deməli, 1. Türkmənistan ərazisi, Qaraqum səhrası olmaz. Yoldaşlar, 2. Avstraliya, Hibson-Sipson və Nallabar düzənliyi ətrafı olmaz. 3. Şimali Afrikanın Böyük Səhra və Liviya səhrası olmaz. Deməli, bizə qalır ekvatorial bölgə, Kongo hövzəsi 4, burada kimyəvi aşınmadır. Deməli, subekvatorial hövzə 5 və İndoneziya 6. 4, 5 və 6 düzgün cavab D bəndi hesab edilir. Bu bölgələrdə 4, 5, 6 kimyəvi aşınma olur, fiziki aşınma isə daha zəif müşahidə olunur. 32-də isə bu testin cavabı sualın şərti 31-in tam tərsi olaraq verilir. Göstərilmiş məntəqələrin hansılarında intensiv, yəni sürətli fiziki aşınma müşahidə olunur. Təbii ki, bu proses dedik ki, səhralarda güclüdür. O zaman biz Qaraqum səhrasını, o zaman Avstraliya mərkəzi səhralarını və Şimali Afrika səhralarını seçə bilərik. 1, 2 və 3. Sual bizə başqa formada düşsəydi ki, kimyəvi aşınma harada zəif gedir? Cavab 1, 2, 3 olardı. Kimyəvi aşınma harada intensiv gedir? Cavab 4, 5, 6 olardı. Buna da diqqət edin test tapşırıqlarında. Növbəti suala biz nəzər yetiririk, yoldaşlar. Sual belədir. 33-cü test tapşırığı. Sualda deyir ki, litosferi əmələ gətirən təbəqələr. Bir saniyə mən baxım, burada qalan sual olmadı ki, bəli, 32-ni izah elədik, 33-ə baxırıq. Litosferi əmələ gətirən təbəqələr. Litosfer yerin daş təbəqəsidir. O, yer qabığı ilə mantiyanın üst bərk hissəsini əmələ gətirir. 1 və 3 cavab C bəndi hesab edildi 33-cü tapşırıqda. 34-cü sual. Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir? Yerin nüvəsi əsasən bərk maddələrdən, bilirsiniz ki, silisium, maqnezium və kalsium, bunlar əsasən mantiyada, dəmir və nikel, yəni radioaktiv elementlər, ağır elementlər əsasən nüvədədir. 3 və 4 düzgün cavab C bəndi hesab edildi. 35-ci sual sadə bir test nümunəsidir. Cədvələ əsasən suxurların mənşələrinə görə düzgün verilmədiyi sıranı müəyyən edin. Qırıntı çökmələr qum, gil, çınqıl, çay daşıdır. Bu doğru verilib. Kimyəvi çökmə suda həll olan gips, xorək düzü dolomit doğru verilib. Üzvi mənşəli çökmə, yanma qabiliyyəti olan neft, torf, təbii qaz doğru verilib. Metamorfik suxur, çevrilmiş suxur, qum daşı, kvarsitə, qranit, qneysə, qrafit, almaza çevrilir. Bu da doğru verilib. İntruziv maqmatik yerin daxilində qalandır ki, bu qranit və bazalt, amma pemza ilə bazaltın özü effuziv hesab edilirdi. Deməli, pemza və bazalta görə intruzivlik itdi. Deməli, düzgün verilmədiyi sıra 5-ci sıra C bəndi hesab ediləcək.
36-cı test tapşırığına biz nəzər yetiririk yoldaşlar. Düzgün verilmiş səbəb-nəticə əlaqələrini müəyyən edin. Səbəb, birincidə yerin daxilində radioaktiv elementlər parçalanır və nəticədə yüksək temperaturun yaranmasına səbəb olur. Bir doğrudur. İkinci, səbəb, qum daşı yüksək temperatur nəticəsində mərmərə yox, qum daşı kvarsitə çevrilir. İki yanlışdır. Astanosfer üzərində maddələrin yer dəyişməsi tavaların hərəkətinə səbəb olur. Bəli, 3 doğrudur. Buna Alfred Wegener nəzəriyyəsi də deyə bilərsiniz. 4. Qranit qatı olmadığı üçün okean yer qabığı daha nazikdir. Bəli, 4 də doğrudur. 1, 3, 4. Yer qabığı üst mantiyə birləşərək daha hərəkətli astanosfer qatının yaranmasına səbəb olmuşdur. Əksinə, yer qabığı və mantiyə birləşərək daha möhkəm litosferin yaranmasına səbəb olur. Astanosfer isə üst mantiyada maddələrin axıcılıq qabiliyyətinə malik olduğu təbəqə idi. 5 yanlışdır. Arxey proterozoik eralarında canlı orqanizmlər aşkarlanmadığı üçün kripto, yəni gizli həyat adlanır eon olaraq. Fanerozoik isə aşkar həyatdır. Ona görə də bu yanlış fikirdir. Cavab 36-da 1, 3 və 4 hesab edildi. Yoldaşlar, növbəti sualımıza nəzər yetiririk. 38. Geotermik pillənin kiçik olduğu ərazilər və geotermik pillənin böyük olduğu ərazilər bizə verilib. Siz bilirsiniz ki, geotermik pillənin orta qiyməti 33-dür. 33 metrə temperaturun 1 Selsi artmasına geotermik pillə deyilir. Yoldaşlar, biz belə bir qeydimizi yadda saxlayaq. Geotermik pillə fəal seismik bölgələr, geosinknallarda kiçilir. Yəni, temperaturun 1 Selsi üçün artması lazım olan dərinlik, yəni 1 Selsi artması üçün lazım olan dərinlik 33 metrdən kiçik olur. Bura verilənlərdən geosinknallara düşən bölgələr, yəni aiddir. Meksika yaylası Kordilyer And geosinknalı 1-ə B, İran yaylası Alp-Himalay geosinknalı C və Hindikuş dağları Alp-Himalay geosinknalı Y. 1 oldu B, C və Y. Geotermik pillərin böyük olduğu yerlər litosfer tavalarının sabit və möhkəm hissələri əsasən platformalara uyğun gəlir. La Plato balığı Cənubi Amerika platformasında materikin şərqində A və Orta Sibir yaylası Sibir platformasında yerləşirdi. Doğru cavab 1 B, C, Y, 2 A, D hesab edildi. Yoldaşlar, sonuncu sual bu mövzu ilə bağlı. Uyğunluğu müəyyən edin deyir. Yoldaşlar, sizə burada 38-də birinci verilib təbii ki, kimyəvi suxurlar, suda həll olan, ikinci effuziv maqmatik səthə püskürən maqmatik sular və üçüncü müvafiq olaraq metamorfik suxurlar. Uşaqlar, qranit qneis. Qranit özü maqmatik, qneis metamorfik olduğu üçün bu variant heç birinə aid deyil. Qarışıqdır çünki. Xörək duzu və gips kimyəvi çökmə suxurlar olduğu üçün bu gedəcək 1-ə B. Bazalt və vulkan şüşəsi maqmatik mənşəlidir. Bunlar effuziv maqmatikdir, səthə püskürən. 2-yə olacaq C. Almaz, yəni qrafit almaza, qranit qneisə çevrilir. Metamorfik suxurlardır. 3-ə olacaq D. Yoldaşlar, deməli, qum daşı kvarsitə, əhəng daşı mərmərə çevrilir. Bu da metamorfik suxurdur. 3-ə olacaq Y. Doğru cavab 1 B, 2 C, 3 D və Y variantları hesab edildi. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti belə deyim, mövzumuzun izahı isə litosfer tavalары, platforma və geosinknallar, vulkan və zəlzələlər mövzusu hesab ediləcək. Abunə olmağı unutmayın və bir daha təkrarlayıram, videonu paylaşa bilərsiniz ki, daha çox abituriyent bundan faydalana bilsin. Hələlik.